18 aprel 2026-cı il. Bugün yeni məhsullar mağazamıza gəldi. Paslanmaz metaldan mangal setkaları. Çox yerlərdə bunun materialı krom olur, yəni paslanır. Bu setkalar amma paslanmaz metaldandır. Ölçüləri də böyükdür. İstər dəmir mangallar üçün, istərsə də daş mangallar üçün çox idealdır. Burada belə bir ölçü var. Mənim çox xoşuma gəldi. 50-nin 30 ölçüsündədir, səfəntiyə 30 ölçüsündədir. Məhsullar təzə gəlib inşallah. Bunlarla bağlı videolar çəkəcəm. Paslanmaz metaldan belə gözəl setkalar var. Fərqli ölçülərdə. Belə bunlar hamısı paslanmaz metaldan olan mangal üçün setkalardır ki, istər dəmir mangallarda, istərsə də daş mangallarda istifadə edə bilərsiniz. Bu aksesuarların hamısını, yəni ayrı-ayrılıqda hansını bəyənsəz, hansını istəsəz, kargo vasitəsilə də çox ucuz qiymətə çatdırılmamız olacaq. Bakının müxtəlif yerlərinə, həmçinin əksər rayonlara. Burada belə fərqli şişlərimiz gəlib. Mangal üçün alışqanlar gəlib, balonları ilə bir yerdə. Belə mangal baltası gəlib. Qiymətləri çox münasibdir. Mangal üçün belə şişlər var. Kabab çəkmək üçün belə fərqli qutlu naxışlı saxlar gəlib. Bu hissəsi ilə kababı çıxardırsınız şişdən. Mağazamızda fərqli formaları var idi. Bu isə növbəti belə gözəl formasıdır ki, artıq mağazamızda satışdadır. Kömür çəkənlərdir. Uzun ölçüdə 1 metr 30 santim ölçüsündə kürəkdir. Belə setka var. Bu da yenə paslanmaz metaldır ki, mangalın içərisinə qoyub istifadə edə bilərsiniz. İnşallah məhsullarımız çoxdur. Növbəti videolarda məhsullar haqqında ayrı-ayrı video çəkəcəm, qiymətlərini qeyd edəcəm. Kimə maraqlıdırsa, mağazamız Saray qəsəbəsində yerləşir. Mağazamıza gəlib də məhsulları əldə edə bilərsiniz. Kimə ki, məsafə uzaq gəlir, vaxtla bağlı gəlməkdə çətinlik çəkir, sifarişini verə bilər. Kargo vasitəsilə çox ucuz qiymətə Bakının müxtəlif yerlərinə, həmçinin əksər rayonlara çatdırılma edə bilər.